Allah'ın salamı olsun. Qurbanım Allah. İndi mən bu dəqiqə bu knopkanı basmamışdan qabaq bir şeytan yəni cin şeytan mənə bir söz dedi. Dedi Çuşka paltar taxtı dəyişsin. Nəysə o mənada da geniş danışma. Sonra yəni nə demək istəyirəm? Bax insanların da ürəyinə şəkkilər salır, cin şeytanlar. Yaxud da çoxluğa uyurlar. Halbuki Allahımız çoxluğa uymağın dindən çıxmağa təhric olduğu nəysə cümləni təmizləməsən də olur. A hərflərini, şəkilçilərə fikir vermək üzrə. Yəni də dindən çıxar adam, Allahımız buyurur, çoxluğa uymuyor. Məsəl üçün, nəyi deyirəm? Sünnət edirlər oğlan uşaqların, yaxud da bir başqa bir şey də var. Yəni, oğlanları üstün tuturuq. Deyirik ki, oğlan uşağı dünyaya gələndə çox sevinirlər, amma qızları hətta qəlbində gömürlər, indi də abort edirlər. Əslində Allahımız Quranda Nisa surəsi 34-cü ayədə buyurur ki, qadınlar və kişilər bərabər hüquqludur, ancaq kişilərin bir-birlə üstün olduqlarını vurğulayır və açıqlayır Allahımız nəyə görə üstündürlər. Onlar buyurur ki, onlar yəni ailəyə, arvadına, uşağına paltar və yemək aldıqları üçün aldıqlarını almağa mükəlləfdirlər və ona görə də onlar bir-birlə üstündürlər. Yəni elə bir məsuliyyəti çoxdur da, o mənada gedir üstünlük. Amma indi bizdə, məsəl üçün, mən xaricdə necədir, mən görmüşəm, yəni, qonşuda oğlan uşaqları dünyaya gələndə, amma hamısı yox, məsələn, elə bir dənə ailə tanıyıram, elə ola bilməz, onlar elə, nəsə, qonşumuz Tahirəcid, o birəydə, Çapayevdə, qonşumuz Tahirə bacı var idi, ərsi səfadar, onlar çox belə, heç vaxt yəni ağızlarını pis söz almayan idilər. Pis söz nə alırlar? Deməli, nə alırlar? Qısa deməyə çalışır. Məsəl üçün, oğlan uşaqları, qız uşaqlarını əzizləyəndə fərq var, fikir vermişəm. Oğlan uşaqlarını əzizləyəndə onların orqanlarını üstün sifəti ilə, yəni ay falan şey var deyib, uşaqları əzizləyirlər. Bildim, üstü örtülü dedim, başa düşülür. Sonra oğlanlar da elə böyüyən oğlan uşağı da lotu olur da, demək olar. Lotu sözünü də, məsəl üçün, lotudur, nələrdən, nəsə, o başqa mövzudur. Bəli, axır ki, yəni səhv danışanda, səhv də tərbiyədə sözün böyük mənası var da. Uşaq münasibətdə də, sözdə də gərək düz bir şey hiss edir ki, sonra böyüyəndə keyfiyyətli insana çevrilir də. Məsəl üçün, deyirlər ki, Peyğəmbər, indi nə deyirsən, sünnət edirlər. Hələ sünnətdən qabaq deyək, gör sünnəti denən. Az danışsın. Kimi demək deyim, din şeytanı sünnətdən deyəm. Mən plan yazmışam burada, oxu. Üçüncünə yazmışam. Məsələn, Peyğəmbərlər ancaq kişilər olur. Məsələn, deyirlər ki, kişilər üstündür da, oğlan uşağı olanda sevinirlər. Nəysə, Peyğəmbərlər ancaq kişilər olur, düzdür. Üstündürlər. Peyğəmbərlər
Yəni kişilər ona görə olublar məncə ki, onlar, yəni qadınlar heyz vaxtı olur, doğuş vaxtı olur. Yəni məsələn peyğəmbər, məsələn bizim peyğəmbərimiz Allahın salamı olsun, ya hər hansı peyğəmbər Allahın salamı olsun hidayətə tabi olanlara. Onlar dini təbliğ edərkən, etmək üçün, yəni işə getməyə də, hə? Fikir vermə, mənim üçün fikir vermə. Yəni vaxtları bol olur da, qadınların evdə yəni vaxtları məhdudlaşır, uşaq tərbiyəsi hər kəs eləməlidirsə də, uşağa baxmaq, yəni heç dedim onu bayaq, sonra hamiləlik vaxtı, belə, yəni onlar, qadınlar hər zaman gedib, adam arasına çıxa bilmir, indi sonra, amma peyğəmbərlər kişilər olubsa da, unutmayaq ki, onları dünyaya gətirənlər də qadınlar olub. Üstündürlərsə, onları dünyaya gətirənlər də qadınlar olub. Sonra, kişilərdə bizi cəlb edən onların gücləridir, məsəl üçün. Qadınların da, yaxşı, onda qadınların da dünyaya uşaq gətirmək kimi güclər var. Kişilər edə bilərmi bunu? Sonra belə müqayisə edəndə də, oğlan uşaqlarını sünnət etməklə nə onlar müsəlman olmur, nə də kişi olmur. Çox vaxt deyirlər ki, kişi oldu, kişi oldu. Əslində elə deyil. Əsas öz insan olsun. Sonra Nisa surəsi 119 və digər ayələrdə var ki, bu ayələrdə Allah Taala buyurur ki, Allahın verdiyi neməti dəyişməyən, Allahın elə bir yaratdığını düzəliş edirlər də, sünnət edəndə. Uşağı sünnət edən, Allahın yaratdığında hikmət vardır. Mən bilirəm, bir dənə misal çəkərdim, ay sağ ol. Məsələn, bilirəm, amma hər şey açıq deyə bilmirsən, sonra məsəl üçün, çox zaman mən insanlarla fikir mübadiləsi etdikdə, onlar da mən deyəni təsdiqləyirlər. Məsəl üçün, nəyi? Sünnət toyları edirlər, kiçik toy dediyimiz. O zaman ən çox sevinirlər ona görə ki, pul yığılacaq da elə bir. Yəni, biri digərinin nəysə sonra bir də çoxu deyir ki, Peyğəmbərimizin nə deyirlər görəm? Peyğəmbərimizi deyən kim görür ki? Ya qadınlar deyərmi ki, Peyğəmbəri olur ki, o Peyğəmbəri olduğunu, yəni Peyğəmbəri sünnət etməyiblər ki, düzdür. Peyğəmbər 40 yaşında Peyğəmbər oldusa, Peyğəmbərimiz Allahın salamı olsun. Onu sünnət etməyiblər. Qadınları da heç vaxt deməzdi, özü də heç kəsə, hər şey danışmazdı, bəli. Sonra heç kəs də görməyib ki, kim görə bilər ki, Peyğəmbəri olur, nə olur? Neyse. Hələ bir dənə onda deyil ki, mən fikir vermirəm, mən müəmminciyim. Düz demirəm. Allahın yaratdığında hikmət vardır. Düz deyil.